Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Bugün mən sizə bağımızda olan çürüməyə qarşı apardığım ilk mübarizə metodlarından xəbər verəcəm. İlk olaraq bağ, ağaclar bütün dərmanlandı, çürüməyə qarşı dərmanlandı. Sonra isə mən bundan əlavə biraz üstündən bir gün keçəndən sonra bir bu cür çürü gilasları dənləməyə başladım. Yəni dənləyib təmizlədim. Demək olar ki, bitirmişəm. Düzdür, bu cür dənləmək çox əziyyətli bir işdir. Bu, böyük bağlar üçün real bir iş deyil. Sadəcə olaraq bağımız kiçik olduğundan dolayı və bu bağı maksimal dərəcədə xilas etmək istədiyimdən dolayı bütün metodlardan mən istifadə edirəm. Həqiqətən əziyyətli bir işdir. Əllərim, bu iki əlimlə mən gilasları təmizləmişəm. Baxın, bütün çürükləri əziyyətli işdir. Məsləhətli metod deyil. Amma bu bağ üçün hər bir metoda sınayacağım. Axırda sizinlə alınmış nəticəni bölüşəcəm. Təşəkkür edirəm. Abunə olmağı və paylaşmağı unutmayın. Növbəti videolarda görüşənədək.